Salam. Bugün DİM test toplusundan kainat və yer günəş sistemində mövzusunun 69-cu testin izahına baxırıq. 69-cu testdə deyir ki, yay gün dönümündə 23.5 şimal enliyində olur. Günəş zenitdə olur və 90 dərəcə bucaq altında düşür. Qrinviç meridianı üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 47 dərəcə olan məntəqədən, 47 dərəcə olan məntəqədən, yəni buradan, onda enliyimizi tapırıq ki, enliyimizin cavabı nədir? 90-dan çıxırıq 47-ni, aradakı fərqə baxırıq, qalır 43 dərəcə. 43 dərəcənin isə bu aradakı fərqə bərabərdir. Yəni 23.5-in üzərinə gəlirik 43-ü və 66.5 edir cavabımız. Şimal qütb dairəsidir də bu. 66.5 dərəcə şimal enliyi olur. Bu məntəqəmiz budur. Yəni 66 dərəcə şimal enliyi, 0 dərəcə, yəni Qrinviç üzərindən gedir. Əvvəlcə 0 dərəcə azimutla gedir, yəni şimala gedir. 90-a doğru. Daha sonra isə qütbə doğru gedir. Daha sonra isə qütbdən əks meridianın üzərinə keçir ki, əks meridian da 180 dərəcəli meridiandır. 0 dərəcənin əksi deyirik ki, 180 dərəcəli meridiandır. 180 dərəcə meridian üzərindən də 180 dərəcə azimutla hərəkət edir. Yəni cənuba doğru hərəkət edir. Eyni meridian çevrəsidir. Eyni meridian çevrəsinin deməli bir tərəfi 0 dərəcəli meridiansa, digər tərəfi 180 dərəcəli meridiandır. Bu meridian üzərində hərəkət edir. Deməli 66.5 dərəcə şimal enliyi üzərindən. Və bu məntəqə üzərində 6660 kilometr hərəkət edib. Biz də bilirik ki, 1 dərəcəli meridian üzərində 1 dərəcə 111-dir. Ona görə əsasən 111-ə bölürük və alırıq 60. Deməli 60 dərəcə hərəkət etmişdir. 66.5-dən 90-a doğru gedir. 90-dan çıxırıq. Deməli 60-dan çıxırıq. Nə qədər gedir? 60-dan çıxırıq. 23.5 getməlidir. Qalır burada deməli 36.5. Deməli 23.5 belə gedib, gəlib 90 dərəcəyə çatıb. Qütbə çatıb. Qütbdən 180 dərəcəli meridian üzərində cənuba doğru gedir. Nə qədər gedir? 36.5 dərəcə cənuba doğru getməlidir. Bu zaman 90-dan çıxırıq 36.5 dərəcəni və alırıq 60, 50, 53.5 dərəcə şimal enliyi. 53.5 dərəcə şimal enliyində əks meridian üzərində olur bu dəfə. Deməli 53.5 dərəcə şimal enliyi və 180 dərəcəli meridian üzərində digər məntəqədə çatacağı məntəqə bu məntəqə olur. Cavabımız 53 və D variantı olur. Bu 69-cu testin izahıdır.